Salam aziz dostlar. Hər birinizi Lənkərandan salamlayıram. Deməli, əziz dostlar, baxın. Bu ağıllı kötük mənim digər kötüklərimdə bu çərçivələrə mən təxminən 2 santimetr şam vərəqləri yapışdırmışdım. Amma bu kötüyə tamamilə yapışdırmamışam. Yəni bütün nə var, bunları arılar özləri toxuyur. Bunu nə üçün deyirəm dostlar? Yəni mən bu kötüklərdə arı saxlayıramsa, bunlar bal satmaq üçün nəzərdə tutulmur. Bunlar həzz almaq üçündür. Bunlar gözəllik üçündür. İndi mənim TikTok'da bir izləyici var. Bilmirəm, onun işi, gücü yoxdur. Bu adam ancaq oturur, videolara nəysə yazsın. O böyük kötüydəki deməli şam vərəqlərini yapışdırmışdım ona 2 santimetr, 4 santimetr arılara istiqamət vermək üçün. Bu insan yazıb ki, deməli onun harası daha kötük balı oldu. Aki, mən sənə kötük balı satıram. Sənin işin gücün yoxdur. Qardaş, sən bütün gün oturmuşsan bu sosial şəbəkələrdə bunun videolarına şərh yazmaqla. Ana, bu tarixdir, bu Azərbaycan tarixinə bir yaddaş olacaq, yaddaş qalacaq. Mən bunu özüm üçün, öz həzz almağım üçün, yəni bunu necə bacardıram, bunu mən eləyirəm ki, göstərirəm də, sübutu ilə də. Yəni, arını mən hər yerdə saxlaya bilərəm. Akşi, sənin işin gücün, ged özünə bir iş tap, sən yazıqsan, akşi, oturmuşsan sosial şəbəkədə, ancaq buna ona mız qoymaqla. Ay yazıq insan, sən bir bax. Görürsənmi? Baba, yanından da bir qulaq çıxardıblar, görürsənmi? Bunu toxuyur, işçi arı içində yumurta qoyub ana arı. Bax. 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 Gördün mü? Daha görmezsən. Şimdi bura bax. Bax. Gördün mü? Bura heç bir şam vərəqi yapışdırmamışam. Mən bunu satmaq fikrində də deyiləm. Mən bundan bal satmaq üçün bunu göstərmirəm. Ay bədbəxt yazır insan. Yəni sən bunu bilməzsən, sən belə şeyləri bilməzsən. Aki, yaz, dərdin nədir? Dərdini yaz. Sual verirsən, sual ver. Arı ilə bağlı nə fikrində çatışmayanlar var, nə bilmədiyim var. Zəng vur, sual ver, yaz. Mən bacardığım qədər bunları canlandırım, məlumatlandırım. Sənin kimilərinin insanları, arıçılıqdan yeni başlayanları və yaxud kifayət qədər təcrübəsi olanları da indi sənin işin gücün nədir, mən maraqlıdır. Qardaş, mən başa düşə bilmirəm. Bu ancaq oturub şərh yazır. Nə isə gərək yazasan. O kötüyü mən
göstərdim. 2 mərtəbəli onun içindən. Sən yazırsan, onun harası daha vəhşi, yəni bal oldu, təbii kötük oldu. Ay kişi, kötüklər arını boş da tökə bilərəm. Sadəcə o arılara baxış keçirmək olmur. Müəyyən dövr keçir, arı beçə verə bilir, müəyyən dövr keçir, arı erkəkləyə bilir. Mən bu çərçivələri öz fantaziyamla, özüm fikirləşmişəm. Qardaş, mənə belə xoşdur, mənə belə rahatdır. Açıram, baxıram, arıları müşahidə edirəm, ürəyim, əsəblərim sakitləşir. Çünki sənin kimiləri o qədər var bu cəmiyyətdə, o qədər var bu dünyada. Mən də əsəblərimi bax bunlarla sakitləşdirirəm. Ay kişi, sən ged özünə bir iş tap, bir işlə məşğul ol. Bəzi insanlardan fərqli olaraq ağıllı kötüydür. Mən bunların adını qoymuşam, ağıllı kötü. Cəmiyyətdə nə qədər istəsən sənin kimiləri var. Qardaş, mən də ki, bax bu videoları, bu sübutları göstərirəm, paylaşıram ki, sənin kimi insanların ağzını bir dəfəlik bağlayım. Hər bir şeyi sübutu ilə, sənədi ilə göstərirəm.